Neticədə İranda bir iqtisadi durğunluq vardı. Buna etiraz olarak Tehran bazarı etirazlara başladı. Bunun ardınca cəmiyyət də qoşuldu etirazlara. Cəmiyyət 3 il, 4 il bundan qabağa nisbətən 3 dəfə, 4 dəfə yoxsullaşıbdı. Bunu hamımız bilirik. Və etirazlara başladı. Digər şəhərlərdə etirazlara qoşuldu. Bir məsələ var idi ki, qabaqçı etirazlardan fərqli olaraq bu dəfə etirazlarda keçmiş hakimiyyətin varisi Şahın oğlu Rza Pəhləvini daha çox adını hallandırırdılar və onun yenidən hakimiyyəti şahçılığı qurmaq istəyirdilər. Əlbəttə bu bizim öz fikrimizə görə elə İran rejiminin özünün də bilavasitə bu şüarların səslənməsində rolu var. Çünki zəif bir xalqanın adının səsləndirməsi daha güclü bir hərəkətin qabağını almaq üçün və bilirsiniz, İran əhalisinin daha çox hissəsi indi o dövrü yadda qalan da vardı, onu xatırlayan da vardı, o dövrün zülmün, istibdadını xatırlayanlar da vardı və o dövrü nümunə gətirib bu etirazların yeni dalğasında yatızdırmağa yönəlmiş bir siyasət ola bilər. Bizim bu fikrimizdəndir. Azərbaycanlıların bu məsələyə qarışmaması ilk günlərdə elə məhz bu şüara görə idi. Çünki Azərbaycanlılar İranda ən çox şah sülaləsindən, şah rejimindən zülmü görən xalqıdır. 1945-ci il, 46-cı il 21 Azər hadisəsini hamımız bilirik. Burada nə qədər insanların öldüyünü və nə qədər cəmiyyətin zülmə məruz qaldığını bilirik. Ona görə Azərbaycan ondan sonraki dövrlərdə də Savaşın işgəncələrin və əziyyətlərini bir çoxları yadında hələ də saxlayıbdır. Və Azərbaycanlılar şah sülaləsinin yenidən hakimiyyətə gəlməsini və yeni bir diktaturadan qurtarıb başqa bir diktaturaya keçməsini istəmirlər də. Ona görə aksiyalara qatılmadılar. Amma sonradan təşkilatlar, ziyalılar müraciətlər elədilər. 2 gün bundan qabaq Təbriz bazarı bağladı. Mən dünən xəbərlərə baxdım. Əlbəttə internet, telefon dünəndən kəsilibdi. 2 gündə Azərbaycanlılar qismən bəzi şəhərlərdə daha çox, məsələn Ərdəbildə, Zəncanda daha çox, Təbrizdə qismən aksiyalara qatılıbdı. Amma özlərinə məxsus